Aprelin 28-də İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyanın rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İran prezidentinin şərəfinə fəxri qaravul dəstəsi düzülmüşdü. Azərbaycan prezidenti İlham Əliyev İran prezidenti Məsud Pezeşkiyanı qarşıladı. Fəxri Qaravul dəstəsinin rəisi İran prezidentinə raport verdi. İran İslam Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirildi. Fəxri Qaravul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan prezidenti İlham Əliyevin və İran prezidenti Məsud Pezeşkiyanın qarşısından keçdi. Dövlət başçıları rəsmi foto çəkdirdilər. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyan ilə məhdud tərkibdə görüşü başlayıb. Azərbaycanda səfərdə olan İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyan Azərbaycanda olmaqdan çox xoşbəxt olduğunu bildirib. Ümid edirəm ki, bizim iştirakımız və ekspertlərimiz arasında artıq keçirilmiş görüşlərlə mütləq imzalanacaq müqavilələr Azərbaycanla münasibətlərimizdə daha böyük addımlar üçün hərəkatın başlanğıcı olacaqdır. با جلساتی که قبلا بین کارشناسان ما صورت گرفته